Et sousu, əziz dostlar, mal və yaxud dana ətindən hazırlanmış bir sous. Tərkibi fərqlidir. Yəni fərqli dediyimdə burada deməli gördüyünüz kimi ət var. İri şəkildə kartof, mən sousda kartofu xırda xoşlamıram. Kök, yer kökü. Soğan qoyulması aydın məsələdir. Ondan sonra qırmızı yaşıl biber, Bolqar biberdən söhbət gedir doğranılmış şəkildə 4 günc xırda. Ondan sonra kartofu söylədim və yaşıl noxud. Yaşıl noxudu pişirib qata bilərsiniz və yaxud da ki konservləşdirilmiş şəkildə bilirsiniz ki marketlərdə noxudlar o şəkildə hazır formada satılır. Mən o şəkildə qatıram ki bir də noxudla uğraşmayım, məşğul olmayım. Sonda da ki üstünə göyərti, şüyüd, keşniş kimdə nə var? Tomat var tərkibində, duz, bir də sarı kök. Çox gözəl dadlıdır. Mən ümumiyyətlə sevirəm bu şəkildə mal sousu yeməyi. Özdə bilirsiniz, havalar soğuyanda ümumiyyətlə düzdür, payızdır, havalar gözəl keçir, amma artıq yay deyil. Lap gözəl olur. Turşular həmişəki qaydada. Kimsə deyə bilər ki, xiyarı niyə doğramırsınız, badıncanı niyə doğramırsınız? Mən sözün üstün belə şux xoşlayıram. O xiyarı dişləyirsən belə xırt eləyir. Adama ləzzət eləyir. Bir də acı biber. Balaca. Düzdür. Ziyandı çox yemək necə deyərlər. İntası vallahi billahi nə ziyan deyil. Nə ziyan deyil. Güya yediyimiz hamısın və hər şey o qədər təmizdir ki, bir tək biberin ziyan olub olmamasını düşünəcəyik. Özü bilirsiniz ki, havalar sərinləndi. Keçən aydan etibarən artıq şoraba, turşu, necə deyərlər, oturdu dəbə. Mən şəxsən indi təzə pomidor, xiyar, salat kimi istifadə eləmirəm. Hansıysa salat hazırlayaram, misal üçün paytaxt salatı və s. hansının ki tərkibində təzə xiyar olmalıdır. Və yaxud pomidordur ki, çoban salatından başqa belə demək olar ki, hansı bir salatlara getmir. Pomidoru ancaq xorəyə qatmaq üçün istifadə edirəm. O da bir dənə, 2 dənə. Amma çox yox. Sizlər necə əziz dostlar? Mal sousunu neçə nəfəri bəyənən, sevən? Adam var deyir də, ət yemək olmaz. Çörək yemək olmaz. Şəkər yemək olmaz. Hər şey olar, amma qədərində. Yeməyin özünü qədərində yeməlisən. Suyun özünü qədərində içməlisən. Hər bir şeyin artığı gətirib çıxardır ifrada. Bu qədər. Şərhlərinizi gözləyirəm.